Uşaqlar, bugünə kimi sizə bir çox qəhrəmanlar haqqında danışmışam. Bugün də istəyirəm bir igid qəhrəmanımız haqqında söz açım. Haqqında danışacağım qəhrəman Sovet İmperiyasının 1990-cı il 20 yanvarında Azərbaycana qarşı törədilmiş faciələrə qarşı çıxan və ağır ittihamlarla həbs olunaraq Rusiyanın Ulyanovsk şəhərinə sürgün olunan 46 qəhrəman həmyerlilərimizi həbsdən azad etdirərək Azərbaycana göndərmiş və sonra özü də vətənə qayıdaraq 1-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılan igidimiz Varis Məhərrəmoğlu Məcidovdur. Varis Məhərrəmoğlu Məcidov 17 iyun 1954-cü ildə anadan olub. Göyçay şəhər 6 saylı məktəbi bitirib. Belarusiyanın Babrus şəhərində hərbi xidmət keçib. Ailədə 10 uşaq olublar. 7 qardaş, 3 bacı. Atası Məhərrəm Məcidov 2-ci Dünya müharibəsində 416-cı Taganrog diviziyasının döyüşçüsü olmuş, ağır yaralanmış, göstərdiyi igidliklərə görə orden və medallarla təltif olunmuşdu. Anası Fatma xanım 10 uşaq böyüdüb tərbiyə etdiyinə görə qəhrəman ana fəxri adına layiq görülüb. 7 qardaşlar bu evdə yaşamışıq. Bura bizim ata mülkümüzdür. Bu həyatda xatirələri çoxdur. Bu evdə olan xatirələrimiz həmişə yaddadır. Biz heç vaxt onu unutmarıq. O qardaşlar üçün, ata-ana üçün də çox belə mehriban, çox əziyyətkeş insan idi o. Atanın, ananın, bacının, qardaşının həmişə qayğısına qalan insan olub bu. Varis Məcidov 1978-ci ildə Rusiyanın Ulyanovsk şəhərinə gedib, orada milis orqanlarında fəaliyyətə başlamış və Ulyanovsk Orta Milis məktəbini bitirmişdi. Biz 7 qardaş olaraq, demək olar ki, ortancıl qardaşımız Varis müəllim Saratovda ali təhsil alıb, orada polis məktəbini bitirdikdən sonra Ulyanovsk şəhərinə gəldi, orada işləməyə davam etdi və biz qardaşlar birgə olaraq Varis müəllimin ətrafında o şəhərdə yerləşdik və demək olar ki, işləməyə başladı. Bakıda Sovet hakimiyyəti tərəfindən 1990-cı il 20 yanvar faciəsi törədilərkən, Varis Məcidov Ulyanovsk şəhərində kapitan rütbəsi ilə milis orqanlarında çalışırdı. ...20 yanvar hadisələrinə etiraz edən, müqavimət göstərən 841 nəfər qəhrəman soydaşımızı həbs edib, ağır işgəncələrə məruz qoyaraq Rusiyanın ucqar bölgələrindəki həbsxanalara aparırdılar. Həbs olunan Azərbaycanlıların 46-sı Varis Məcidovun işlədiyi Ulyanovsk şəhərinin həbsxanasına gətirilir. Həbs edilən qəhrəman dənizçilərimizdən gəmi kapitanları Hidayət Atakişiyev, Ümidvar Hüseynov, Xosrov Bünyadov, Anatoli Semdetko, Vladimir Sapranovla birlikdə ayrı-ayrı gəmilərin 19 nəfər heyət üzvləri, Azərbaycan televiziyasının əməkdaşları, Azərbaycan Respublikasının xalq artisti Vasif Babayev, rejissorlar Rafiq Savalan, Azər Zamanlı, Ermənistana dəmir yolu yüklərinin daşınmasının qarşısını almış Zeynalabdin Məmmədov, filologiya elmləri doktoru Professor Bəhlul Abdullayev və Lənkərandan olan 17 nəfər. Bütövlükdə 46 nəfərə müxtəlif ittihamlarla saxta cinayət işlər açılmış, onları təyyarə ilə Krasnodar şəhərinə, oradansa 3 gün ərzində dözülməz şəraitdə qatarda Stalifin vaqonlarında ac, susuz Ulyanovsk şəhərinə gətirirlər. Əllərimizi arxaya polad məhdullarla bağlamış, boğazından keçirdi belə, çetini ilə və Alman köpəkləri, itləri yanımızda hürə-hürə vurdular samolyotlara. Mina aeroportundan bizi birkələdilər, nömrələdilər, mindirdilər o tranzit samolyota. Gecə ilə bizi gətirdilər Krasnodara. Krasnodarda itlərlə qarşıladılar, dubunkaladılar. Bir
3 gün saxlayandan sonra bizi etap göndərdilər Ulyanovskaya. Ulyanovskaya gələndə biz daha orada poyezdə bizim başımıza nə işgəncələr getirdi deyib başa gələn söhbətdir. 3 gün biz vaqonda getdik. Az susuz bizi apardılar Ulyanovskaya. İtin azabını çəkə-çəkə. 3 gün bizə su vermirdilər. Ayaqlarına qoyub yemək yeyə bilmirdik. Lənkəranda bizi dumika öbrə vurmuşlar. Başımızdan axan qanı sifətimizdə donmuşdu. Su tapa bilmirdik. Nə ki içməyə, yüzümüzü yumaya. Qan içində biz getdik, çıxdıq Ulyanovskaya. Ulyanovsk İstintaq Təcridxanasının rəisi Gennadi Revin Varis Məcidova zəng edib bildirir ki, Azərbaycandan təcridxanaya 46 nəfər dustaq gətiriblər. Onlardan birinin familiyası Məcidovdur. Ola bilsin sənin qohumundur. Bunu eşidən kapitan Məcidov onların hamısının qohumu olduğunu deyərək türmə rəisi Revinlə görüşməyə gəlir. Və söhbət əsnasında məlum olur ki, dustaqlar çox pis vəziyyətdədirlər. Soydaşlarının vəziyyətinin pis olduğunu bilən varis qardaşlarının yanına gəlir. Vəziyyəti qardaşlarına danışır. 7 qardaş 46 məhbusa maddi, mənəvi nə lazımdırsa yardım edəcəklərini bildirirlər. Həmin dövrdə varis Məcidovun qardaşları Ulyanov şəhərində bizneslə məşğul olurdular. 46 nəfər məhbusun demək olar ki, gəlişini biz Varis müəllimlə, qardaşımızdan eşitdik. O bizi dəvət elədi evinə və dedi ki, belə bir məsələ var. Bəs 46 Azərbaycanlı gəlib bura və bunlara kömək eləmək lazımdır. Varis Məcidov məhbusları görmək üçün həbsxanaya gəlir və ilk olaraq türmə rəisini məhbuslara yardımlar verməyə razı salır. Qapıları açdılar, kameraları, "Stroytes!" Hamımız 46 nəfər gəldik, dur, başladıq dayanmağa, sıraya və oradan bir gördük ki, general çıxdı. Gəldi qarşımıza, sonra elan edirlər, general kim? Daxili İşlər Nazirinin rəhbəri, Ulyanovsk vilayətinin. Sonra gəldi, həbsxananın müdiri. Bir dənə də oranın arasında cavan oğlan, belə Gerik adı Popaqda. Biz de ki gördük ya, bildik ki bu Ermənilər buranla gəlib də. Halbuki bizi aeroportda, şatda, orada, burada bizi belə qarşılayıblar. Deməli, ancaq Erməni ola bilər də. Sonra birdən ki elan verdi ki, a вот это kapitan нашей милиции Меджидов Варис. Они хотят с вами встретиться. Varis məhbuslarla görüşür. Onların yanında olduqlarını, narahat olmamaqlarını bildirir. Dustaqların ailələri onların öldürüldüyünü bilirdilər. Elələri var idi ki, hətta yas mərasimi belə vermişdilər. Gəldi Varis müəllim bizlə görüşdü, ağladı. Bizdə dedi ki, narahat olmayın, burada nə lazımdır siz üçün eləyəcəyik. Siz bir dənə adresinizi, telefonunuzu yazın ki, mən sizin evlərə xəbər verim. Çünki Lənkəranda heç kimin xəbəri yoxdur ki, siz haradasınız. Biz özümüz hələ onda bildik ki, biz Ulyanovskidəyik. Bir cavan oğlan qarşımıza çıxdı, qarabığlı, bizi görüşdü, salamlaşdı və bizim halımızı soruşdu, vəziyyətimizi. Biz də ona danışdıq. Dediyindən belə heç narahatçılığınız olmasın. Bundan sonra siz əmin əllərdəsiniz, sizə münasibət dəyişəcək. Biz də danışdıq ki, bu Lənkərandan gətirilən uşaqların, matrosların vəziyyəti çox pisdir, paltarları cırılıb və s. və ilə axıra. Ərzaqla bağlı çox böyük problemlərimiz var idi. Yəni danışılası deyil də, bir buxankanı kəsirdilər. 20 nəfər onu spişka korobkasının yarısı qədər əriyə düşürdü. Biz belə bir vəziyyətdəyik. Varis müəllim dedi ki, sizin yeməklərə kimyevi maddələr qatırlar ki, siz müəyyən bir müddətdən sonra heç biriniz sağ qalmayasınız. Ona görə də mən getirəcəyim siz üçün yemək, o yemək, duru yeməkləri yeməyin. Məcidov qardaşları dərhal bir neçə maşın geyim, yemək və digər ləvazimatları həbsxanaya gətirirlər. Varis müəllimlə ayrılandan sonra 2 saat çəkmədi. Artıq kamerada kalbasa, pendir, yəni çörək, nə desəz də bir vəziyyətimiz də, paltar, alt paltarlarından belə biz təmin olundu. Sonra səhərlər bizə
cem verirdilər yağına. Dedilər, Variz müəllim hər birimizin adına orada türmədə pul keçirdib ki, səhər-səhər bizə onu versinlər. Hər gün bunu ödəyirdi, türmə verirdi ona ama. Kameralar açanda, orada daxil olanda ədyallar, paduşkalar, hamısı təmizlənmişdi, yuyulmuşdu. Hər yan kameralar təmizdi. Bunlar hamısı nəsə getirib gəlmişlər, yemək, içmək, bizim kameraya. Gəldi ora çıxdı, bizi gördü, gözləri doldu. Bizə baxaraq ağlayırdı və biz üçün produksiya gətirdi. Tapşırdı bizim yorğan döşələrimizi dəyişdilər. Bizə icazə verdilər yatmaya, uzanmaya. Nə lazımdır, yeməkdir, zaddır, sigaretdir, bilmirəm, bilən bilir, bilməyən bilmir, hər şey, konservasına qədər. Bahalı sigaretinə qədər gətirdilər bitsin yemək zat. Ulyanovsk həbsxanasında qaldığımız müddətdə hər gün yəni bizim yeməyimizi, içməyimizi, pastelimizə qədər təzələdilər hamısını, yəni onun hesabına. Variz müəllimlə görüşdükdən sonra türmənin bütün heyətində münasibət bizə dəyişdi. Onlar bizi bir vəhşi kimi və bizi gecə-günüz çıxıb gəzintiyə aparanda və s. vururdular. Ondan sonra heç bir ayrı münasibəti olmadı. Bizə çox gözəl münasibətlər göstərdilər. Yəni elə bil ki, həmin adamlar deyildi. Kapitan Məcidov məhbusların ailələrinə zəng edib, onların sağ olduğunu bildirir və nəyin bahasına olursa olsun, onları sağ-salamat Azərbaycana, vətənə göndərəcəyinə söz verir. O, həbsxana rəisi Revinin vasitəçiliyi ilə yüksək vəzifəli şəxslərlə danışıqlar apararaq 46 məhbusun günahsız olduqlarını, əksəriyyətinin ziyalı olduqlarına rəhbərliyi inandıra bilmiş və qardaşların maddi və mənəvi köməklikləri vasitəsilə məhbusların azad olunmasına nail olaraq, onların Stalipin dustaq vagonlarında Azərbaycana yola düşə biləcəklərinə icazə almışdı. Variz müəllim orada özü polisdə işləyirdi və özünü riskə qoyaraq bu işə girmişdi. Biz ona dedik, ola bilər sizi çıxardarlar işdən və s. Bu Azərbaycanlara qarşı çox böyük yerli cəmaatı qaldıra bilərlər. Biz ona dedik, bizə vətən xaini kimi buradan tutub aparmışdılar. Bizə vətən xaini münasibəti göstərirdilər. Dedi ona, nə olur olsun, ölüm olsa belə dala dönəndə ölük, siz buna getmişsə biz də buna gedəcəyik. Əsas məsələ onları oradan çıxardıb Azərbaycana göndərmək idi. Bu da bir çətin məsələ idi. Çünki burada Variz qardaşım üçün də çətin idi. Çünki o bilirdi ki, onun vəzifədən bu işin üstü açılsa, bunu vəzifədən çıxardacaqlar. Çünki bu elə bir məsələ idi ki, bu dövlət məsələsi idi. Yəni, başqa dövlətin, vətəndaşların sən buradan azad edib çıxardırsan. 30 gündən sonra bizə dedilər ki, siz bu yaxında azad olunacaqsınız. Orada elan edilər, həbsxananın müdiriyyəti, hazırlaşın. Biz biznes adamları idi, hərə bir sahənin adamı idi. Ancaq Variz müəllim orada polis məmuru idi. Vəzifəsinə baxmırdılar da, o çox böyük nüfuza malik idi. Həm bacarığına görə, həm savadına görə, həm qabiliyyətinə görə. Ona görə də bu işi çətin olsa da o boynuna götürdü ki, biz nəyin bahasına olsun, biz bu insanları buradan çıxartmalıyıq və Azərbaycana göndərməliyik. Hər gün Variz özü gələrdi. Ya 7 qardaş olublar orada, Ulyanovsk vilayətində ticarətlə məşğul olublar. Sonralar aydın olur ki, necə oldu, bizim qarşımızda general gəldi. Deməli, general da bunları tanıyırdı ki, bunlar ticarətlə bağlı adamlardı da. Biz maliyyə cəhətdən köməklik elədik, yəni bircə. Əsas söz onun idi. Biz gözləyirdik ki, o sözün desin, qalan bir yerdə yumruq kimi birləşərək biz köməkliyimizi göstərdik.